Değerli izləyicilərimiz, hər vaxtınız xeyir. Binə qəsəbəsi, Binə Safxoz arası kanal üstü marşrutun yolunda, amma məscidə yaxın. Məscid dayanacağına, Ruzi Marketə, yəni Samsung, Zahid Elektronika yaxın olan bir yerdə belə bir, çox qəşəng bir, möhtəşəm, hündürlü, bağlı, bağçalı. Neçə sotdaydı qaqa? 7 sot torpaq sahasında 240 kvadratlıq belə 2 mərtəbəli evimiz satışa çıxır. Evimiz koridorsudur, buradan bu koridoru çox genişdir. Dəhlizli giriş qapısı oradandır. Girən kimi sağ tarafda böyük bir qonaq otağıdır. Onun 4'ü olar da bu. Çox olar. Neçədir bu qonaq otağı? Onun var, 10 metr olar. Onun da 4'e belə bir qonaq otağıdır. Bak, solda hamam tualeti, sanitari boşağıdır, az dival kaynar. Görürsünüz. Bak, kollektor sistemi de burada yerləşir. Bu da evimizin sanitari boşağı. Bu evimizin hamamdır. Geniş, yani geniş evde, yani şurada değil, bütün otaqlar da genişdir. Bu evimizin kuxunasıdır. Görürsünüz, kuxunamızın da var, hamısı yerində. Bu da kladovka kimi yəqin istifadə edilir böyle. Bak, göz altı şeyləri yığılar bura. İndi ikinci mərtəbə nəsə tanış elə, sonra da həyət yerinə. Bu da evimizin ikinci mərtəbəsi. Belə bir holdu yenə. Oradan balkona çıxmış. 4 tane de yataq otağı var burada. Bir yataq otağı. Evin hamısı var. Otaqlar geniş. İkinci bir yataq otağıdır. Bu üçüncü bir yataq otağıdır. Bu da evimizin 4-cü yataq otağıdır. Bak, 4-cü yatağına sanitari boşağı da var. Bu da evimizin balkonu. Balkonda bakıyorsunuz. Bu da evimizin balkonudur. Bu da balkonların həyətinin görünüşü. Baba, geniş həyətlə, 7 sotun içində olan ev nə olar? Super. İndi evimizin həyətinə sizi tanış edəyək. Qiymət çantanın. Evimizin həyəti, dəyərli izləyicilərimiz. Həyəti də çox genişdir. Giriş qapısı, varatası, bak gördüğünüz ki buradandır. Alava da daşı var. Kim istəsə zaboru qaldıra da bilər. 7 sot torpaq sahəsində özünə məxsus qayda tikilmiş 2 mərtəbəli ev. Yəni həqiqətən bugünkü gündə belə bir ev az olar. Şəxsi tikili ev, 7 sotun içində. Bax, burada nə istəsən yarat öz üçün. Bir setka yarat, nə bilim, nə yaradırsa yarat da burada. Ağac ək. Bax, bu da evimizin yan bir tərəfindən görünüşüdür. Dəyərli izləyicilər, bu gördüyünüz evimizin qiyməti 7 sot torpaq sahəsində 240 kvadrat evimiz 87 minə deyilir. Amma reallıq olsa yenə razılaşmaq olar. Sağ olun.